Piyadaların, sürücülərin paytaxt ərazisində əziyyət çəkdiyi bir yoldan danışacağıq. Hansı ki, bu yol bir neçə il öncə təmir olunsa da, indi bəzi hissələri yararsız vəziyyətə düşüb. Əməkdaşımız Rəşad Vəkiloğlu xəbər verəcək. Yollarımız bərbad haldadır, hamınız da görürsünüz. Təzə avtobuslar veriblər, 2 gündən sonra dağılacaq. Yağış yağdı, bura girmək mümkün olmur da qardaş. Paytaxtda 6 il öncə asfaltlanan yol yararsız vəziyyətə düşüb. Görüntülər Binəqədi rayonu Sulutapa qəsəbəsi Ruslan Allahverdiyev küçəsindəndir. Bu hardasa demək olar ki, bir 10 ildən çox. Son zamanlar asfalt olub bu yol. Yadımıza gəlmir. Yolun bəzi hissələri tamamilə keçilməz vəziyyətdədir. Sakinlər deyir ki, ərazidə kanalizasiya xəttinin olmaması və yoldan daha çox ağır tonnajlı texnikaların istifadəsi təzə təmir olunan yolu bu vəziyyətə salıb. Bundan başqa, qəsəbə ərazisində evlərin çirkab suları birbaşa yola axıdıldığı üçün kanalizasiya suları da yolun asfalt qatına yuyur. Yağış yağdı, ya pis olur. Bu da ki, kanalizasiyada göz qabağındadır. Bu kəsilmir. Bunun ilə pastayanla bu su belə gəlir. Bir il yoxdur, remont olundu, asfalt olundu. Yolun bu vəziyyətə düşməsindənsə daha çox Sulutapa qəsəbəsi 313 saylı məktəbdə övladları təhsil alan valideynlər və yolu bu küçədən düşən sürücülərdir. Bu birbaşa xəstəlikdir. Yəni bu uşaqlar hamısı belə bu çirkabın içində gedir, gəlir. Təmir olunub indi qədər. Yox. La bax gör, asfalt görsənirsə, denən asfalt görsən. Xocasən Bələdiyyəsinin sədri Nigar Məmmədovanın sözlərinə görə sözgedən küçə 2019-cu ildə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir olunub. Lakin ərazidə iri tonnajlı yük avtomobillərinin hərəkəti küçənin müəyyən hissələrində cari təmirə ehtiyac yaradıb. Məsələnin həlli üçün artıq Xocasən Bələdiyyəsi tərəfindən aidiyyəti üzrə müraciət ünvanlanıb. Bəs yolun yararsız vəziyyətə düşən hissələri yaxın gələcəkdə təmir olunacaqmı? Qeyri-iş günləri olduğu üçün Avtomobil Yolları Dövlət Agentliyindən məsələ ilə bağlı mövqe öyrənə bilmədi. Rəşad Vəkiloğlu, İlkin Əsənov, Space xəbər.